Gürcüstan səmasında Türkiyəyə məxsus hərbi təyyarənin düşməsi. Bu sadəcə aviasiya qəzası deyə biləcəyimiz bir hadisə deyil. Çünki Cənubi Qafqaz artıq uzun illərdir ki, böyük güclərin yarış meydanına çevrilib. Bu bölgədə baş verən hər bir fövqəladə hadisə təsadüf ola bilməz. Bəs bu təyyarəni nə vurdu? Niyə məhz bu marşrut, niyə məhz bu zaman və niyə məhz bu təyyarə? Və daha önəmlisi, əgər bu bir qəzadan çoxdursa, arxasında hansı ölkə dayanır? Əvvəl görünən ehtimallara baxaq. Təyyarənin yaşı böyük idi. Texniki servis gecikmiş ola bilərmi? Ya xətt üzrə nasazlıq, mühərrik problemi, kritik hissələrin qocalması və ya pilot səhvi? Bu yalnız qara qutu açıldıqdan sonra bilinir. Quş toqquşması mütəxəssislər dəyərsiz ehtimal sayır. Hava şəraiti qətiyyən ekspertlər sıfıra endirir. Təbii səbəblər silindikcə bir sual böyüyür. Əgər hər şey sağlam idisə, bu təyyarə nə üçün öz məqsədinə çata bilmədi? Onda iki ağır ssenari qalır. Birincisi, təyyarə yerdən vurulur. İkincisi, təyyarənin içində və ya sistemində qəsdən partlayış yaradır. Bu da öz növbəsində 3 ehtimal yaradır. Sistemə uzaqdan müdaxilə, mərhələdən əvvəl yanacağa müdaxilə, təyyarənin öz gövdəsinə quraşdırılmış saatlı bomba. Əgər bunlardan biri təsdiqlənsə, günahkar kimdir? İndi ən kritik hissəyə gəlirik. Təyyarə hardan gəlirdi? Bakıdan. Kimlər içində idi? Qarabağın azad olunmasının 5 illiyinə həsr olunmuş hərbi mərasimdən qayıdan Türk hərbiçiləri. Təyyarənin yükü nə idi? F-16 qırıcılarına məxsus strateji ehtiyat hissələri. Və diqqət edin, bütün qapılar buradan açılır. Bu mərasim kimləri qıcıqlandıra bilərdi? 4 dövlətə toxunur. Ermənistan, İran, Rusiya və İsrail. Amma bir-bir kənarlaşdıraq. Ermənistan belə əməliyyatı icra edə biləcək gücə malik deyil. İran bu addımı atmaq istəməz. Rusiya üçün isə zaman onun xeyrinə deyil. Qalır İsrail. Bəs niyə İsrail? Çünki İsrail hesab edir ki, Azərbaycanın gücü onların nəzarəti və əməkdaşlığı sayəsindədir. Qarabağ qələbəsini öz aktivlərinə yazırlar və Bakıdakı parada dəvət olunmamaları, xüsusilə Türkiyə və Pakistanın geniş iştirakı onların qüruruna zərbə vurdu. Əgər dəvət olunsaydılar və iştirak etmək istəməsəydilər, ən azından öz medialarında onu paylaşardılar. Bu da o deməkdir ki, onlar dəvət olmayıblar. Bu parad İsrail üçün açıq mesaj idi. Biz Qafqazda tək səni tanımırıq. Bu, Təl-Əviv üçün dözülməzdir. Daha bir detala baxaq. Mossad 20 ildən çoxdur ki, Bakıda təhlükəsizlik infrastrukturuna birbaşa çıxışa malikdir. Keçidlər, giriş-çıxışlar, kritik obyektlər, yüksək vəzifələrin mühafizəsi və s. Və bu səbəbdən Azərbaycanda diversiya törətmək onlar üçün asan əməliyyatdır. İkinci səbəb F-16 detalı. Hakan Fidan 2 ay əvvəl çox səsküylü açıqlama vermişdi. Milli Kaan qırıcısını dayandırmışıq. Çünki F-16 komponentləri bizə satılmır. Bu, bütün iddiaları dağıtdı. Kaan tam yerli və milli deyildi. F-16 komponentlərindən asılı idi. İsrail isə çox yaxşı bilirdi ki, Türkiyə bu hissələri Azərbaycan üzərindən alır. Yəni, Azərbaycan alır, Türkiyəyə ötürür, Kaan layihəsi gizli şəkildə davam edir. Təl-Əviv üçün bu da qırmızı xəttdir. Bu səbəbdən təyyarənin vurulması həm parada görə cəzalandırma və həm Türkiyənin gizli layihəsini ifşa kimi 2 qat mesaj daşıyır. Əgər bu hadisənin arxasında həqiqətən qəsd varsa, ən çox motivi, ən çox imkanı və ən çox çıxışı olan tərəf
İsraildir. Və burada onların mesajı çox sadədir. Azərbaycan bizimdir. Bu regionda kimin parad etdiyinə, kimlə əməkdaşlıq etdiyinə biz qərar veririk. Bu həm Bakıya, həm də Ankaraya vurulan xəbərdarlıq zərbəsidir. Və təyyarədəki F-16 hissələri bu hadisəni daha da açır.